Həm sağlam qidalanmaya önəm verən, həm də arıqlamağa diqqət edənlər üçün mənim də tez-tez istifadə etdiyim bu ləzzətli mərcili qabaçki şorbasını təqdim edirəm. İlk öncə qazana 2 xörək qaşığı duru yağ əlavə edirik. Soğanı orta ölçüdə doğrayıb qazana əlavə edib yumşalana qədər qovururuq. 1 ədəd kökü, 1 ədəd yaşıl bibəri, 1 ədəd qırmızı bibəri, 2-3 ədəd sərmisağı və 2 ədəd qabaçkini orta ölçüdə doğrayıb qazana əlavə edib çox az olmaq şərti ilə qovururuq. Tərəvəzlərin üzərini keçəcək dərəcədə su əlavə edib qaynamağa qoyuruq. Şorbamız qaynamağa düşdükdə 2 xörək qaşığı yuyulmuş mərcinə əlavə edirik və 30-40 dəqiqə aralığında bişiririk. Zövqə görə duz, paprika, qırmızı istiot və qara istiot əlavə edirik. Tərəvəzlər tam bişdikdən sonra şorbamızı blenderdən keçiririk. Və nəhayət şorbamız hazırdır. Şorbanı süfrəyə təqdim edərkən üzərinə biraz limon suyu sıxıb və nanə qurusu əlavə edərək daha da ləzzətləndirə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun.